Bir də gördüm, zəng elədilər ki, hazır ol, Heydər Əliyev sizi qəbul eləyəcək. Gəldim mərkəzi komitəyə, 24 yaşında cavan qadın, ailəli idim, tez ailə qurmuşduq. Bir kabinetdə mənlə şəhər partiya komitəsinin birinci katibi, Respublika Komsomol komitəsinin birinci katibi, mərkəzi komitəsinin təşkilat şöbəsinin müdiri, bu kişilərlə mən cavan, arıq, balaca qız gəldim, oturdum Heydər Əliyevin qabağında. Yarım saat mənlə söhbət apardı. Məni dəvət eləyənə qədər başa düşdüm ki, mənim bütün avtobiografiyamı bilir. Bilir ki, harda anadan olmuşam, hansı ailədə böyümüşəm, necə böyümüşəm. Onun sualları, onunla mənim söhbətim mənə çox böyük təsir elədi mənim gələcəyimə və mənə gedəndə dedi ki, get yolun açıq olsun. Sənə açıq yol arzu edirəm. Və bugünə qədər mən o yolla getmişəm. Həmişə də Heydər Əliyevin o nəsihətləri mənim gözümün qabağında olub. 2003-cü ilin dekabrın 12-sində o axşam gecə vaxtı elan olundu ki, Heydər Əliyev rəhmətə gedib. Mən elə bildim ki, mən ikinci dəfə atamı itirdim. Ona görə ki, həqiqətən onun yolu idi. Onun yolu ilə mən gəlirdim.